Sevgililer günü vlogu ile karşınızdayım. Gəncədə yerləşən Bayşadi restoranına getmişdik. Bibim qızı və onun nişanlısı ilə birlikdə. Bu arada Bayşadinin təzə filialına ilk dəfə gedirdim. Pizza xaricində yeməklərin dadını çox da bəyənmədim. Amma interyerini bəyəndim. Qəşəng şəkillər çəkdirdik. Like eləməyi unutmayın. Bu Fuadla keçirdiyimiz 5-ci sevgililər günümüzdür. Ardından Gəncə Molda yerləşən Le Jardin restoranına getdik. Burada gördüyünüz kimi özümüzə içməyə nəsə sifariş edirdik. İlk düşündük ki, isti bir şeylər, kofe filan, amma sonra dedim ki, gəlin soyuq bir şeylər çəyin. Bu arada sevgililər günündə bir-birimizə nə aldıq? Gəlin onları da sizə göstərim. Mən Fuada çoxdan da istədiyi polodan ayaqqabı aldım. Fuad isə mənə əynimdəki kurtkanı. Hər ikimiz də hədiyyələrimizi bəyəndik. Bu arada mənə dəhşət çox mesaj gəldi ki, şəkilləri hansı proqramla çəkmisən? Təəssüf ki, proqram deyil, bu aparatla çəkmişik. Canonun aparatıdır. Bununla çəkilən bütün şəkillər həqiqətən də möhtəşəm alınır. Hiss edirəm ki, soruşursunuz, Alisa hardadır? Alisanı bugün xalasına vermişəm. Yəni xalası saxlayır. Gördüyünüz xanım da mənim bibim qızıdır. Soyuq bir şeylər içmək istədik. Ona görə də ice karamel moka götürdüm. Çoxlu şəkillər çəkdirdik, deyib güldük, söhbət elədik. Yəni ümumilikdə günümüz gözəl keçdi. Burada da yenə Fuadla məni görürsünüz. Bu arada qızlar makyajımı özüm eləmişəm, çox bəyəndim. Ümumiyyətlə son zamanlar etdiyim bütün makyajları bəyənirəm, çünki xüsusi texnikalardan istifadə edirəm. Hələlik bu qədər, sevgi ilə qalın.